accept my congratulations and felicitations on the Victory Day, which is next Monday. And this is a great day for not only the people of Azerbaijan but also for Pakistan, because Pakistan stood with the brotherly country of Azerbaijan throughout this war. And now I think our focus is to look forward and work for more cultural cooperation, more economic engagement, and more people to So, Ambassador, thanks to you, to Pakistani government, parliament, all Pakistani people for your strong supporting our country and nation. We can't forget your supporting. Very, very, very difficult time for Azerbaijan because it was very, very important. A friend in need is a friend indeed. True, But they are not friends, they are brothers. Yes, brothers. Yes, yes, That's yes. right. You know, Yes. I want all of you to remember that what Azerbaijan did was not an easy task. This is a remarkable victory. You know, as practitioners of diplomacy, we look at the entire world, global landscape. Liberating the occupied territories is not an easy task, especially when you are a small country and there is a group of countries, you know, on the other side. So the leadership of your president, the determination of the people of Azerbaijan, and their resilience and the unity, I think all put together resulted in this glorious victory. So congratulations to all of you. Thank you. Thank you. Çox hörmətli cənab səfir, qardaş Pakistanın Azərbaycandakı səfiri və bizim əziz qardaşımız. İlk öncə sizi salamlamaq istəyirəm. Bu günləri bizim çox dəyərli millət vəkillərimiz, komitə sədrlərimiz iştirak edir. Və siz biləsiniz ki, bizim Azərbaycan-Pakistan parlamentlər arası dostluq qrupu parlamentdə ən çox üzvü olan qruplardan biridir. Əslində, bütün millət vəkillərimiz bu qrupun üzvü olmaq istəyər. Çünki Türkiyə və Pakistan bizim üçün əsl mənasında qardaş ölkələrdir. Amma həddindən artıq çox parlamentlər arası işçi qrupları olduğu üçün orada da işlərin çatdırılması üçün belə deyək, bu say müəyyən mənada belə deyək, məhduddur. Amma ürəyi hamının, bütün millət vəkillərimizin məhz bu qrupdadır. Biz çox gözəl və önəmli bir dövrdə toplaşmışıq. Çox təəssüf edirik ki, pandemiya şərtlərində biz böyük auditoriyalarda tədbirlərimizi keçirə bilmirik. Amma bu günləri sağ olsunlar bizim televiziyalarımız, mətbuat və mediamız, onların vasitəsilə bugünkü sözlərimiz, düşüncələrimiz milyonlarla Azərbaycan insanına mütləq çatacaq. Biz elə bir önəmli gün ərəfəsində bir aradayıq ki, bu Azərbaycan tarixində son 200 ilin ən önəmli hadisələrinin önündə gələn hadisələrdən biridir. Çünki biz son 200 ildə ilk dəfə bizdən zorla alınan, bizdən zorla qoparılan, işğal edilən torpaqlarımızı geri qaytara bildik. Bu, Ali Baş Komandanımızın, Cənab Prezidentimizin lider kimi, böyük, həm lider kimi, böyük bir siyasətçi kimi, güclü bir Ali Baş Komandan kimi onun gücü, şəhidlərimizin nur içində yatsın qəhrəmanlığın, qazilərimizin fədakarlığı və xalqımızın birliyi, bərabərliyi. Biz hamımız Ali Baş Komandanın əmrində, ətrafında bir ordu kimi birləşdik və bu zəfər qazandıq. Və təbii ki, bu zəfərin qazanılmasında bizim yanımızda olan qardaş dövlətlərin, xalqları, insanları biz heç zaman unutmayacağıq. Ali Baş Komandanımız Cənab Prezident müharibənin ilk günlərində, 44 günlük vətən müharibəmizin ilk günlərində, müsahibələrində belə bir fikir işlətmişdir. Biz bugün Azərbaycanın yanında və qarşısında olanları heç zaman unutmayacağıq.
Bu bir sınav oldu. Biz gerçekten arkadaşlarımızın, dostlarımızın ve gizli düşmanlarımızı, açıkları bilirdik. Gizli düşmanlarımızın da iç yüzünü gördük. Adaletin yanında olanları da gördük, adaletsizliğin yanında olanları da. Ve tabii ki Pakistan, kardeş Pakistan bir manalı olarak hem Azerbaycan'ın yanında oldu ve adaletin yanında oldu. Bu çok vacip məqamdır ki, adaletin yanında oldu. Ona göre Cənab Səfir, belə bir gündə biz sizi de təbrik edirik. Çünkü bu hem de adaletin qələbəsiydi, adaletin zəfəriydi və adaleti dəstəkləyən qüvvələr zəfər kazandılar ve bu zəfər bu dəstəklə yanımızda olan ölkələrə də düşür. Ona göre bizim təşəkkürümüzü bir daha kardeş Pakistan'a söyleyeyim. Çünkü kardeş Pakistan'ın hem hükümeti, hem parlamenti, bütün kurumları çok fəal şəkildə Azərbaycanı dəstəkləyirlər. Hətta informasiya müharibəsində belə mən sosial mediada, sosial şəbəkələrdə nə qədər görürdüm ki, Pakistanlı dostlarımız Azərbaycanı dəstəkləyən açıqlamalarla çıxış edirdilər. Təbii ki, gücümüzün çatdığı qədər onlara təşəkkürümüzü yazırdıq. Amma ümumi şəkildə, böyük şəkildə bu təşəkkürü bugün sizin vasitənizlə də söyləmək istəyirəm. Və təbii ki, Pakistan parlamentinə, həm nümayəndələr palatasına, həm də senatına. Bu il Xocalı soyqırımının 30 ili də tamam olacaq. Yüzümüzə gələn 92-ci ildə Xocalı soyqırımının 30-cu ili olacaq və biz bu ildən artıq bu hadisəyə də hazırlaşırıq, çox ciddi şəkildə hazırlaşırıq. Çünki biz torpaqlarımızı işğaldan azad etdik. Amali Baş Komandanımızın söylədiyi kimi Azərbaycana büyük zərərlər vuran işğalçı Ermənistan hələ bunun cavabını verəcək bundan sonra da. İstəyir Azərbaycanın qaldırdığı təzminat davalarında və təbii ki, Xocalı soyqırımının tanınılması istiqamətində bizim mübarizəmiz bundan sonra da sürətlə davam edəcək. Çünki bunu törədənlər ədalət qarşısında daha da geniş şəkildə cavab verməlidirlər. Onların bir hissəsi bu cavabı verdilər 44 günlük vətən müharibəsində, amma onların hamısının cavab verməsi istiqamətində işlər gedəcək. Ona görə Xocalı soyqırımının fevral ayında 30 il dönümü tamam olacaq və hər zaman Pakistan dövləti, Pakistan parlamenti Xocalı soyqırımında da onun tanıdılmasında, o həm Xocalı soyqırımının tanınması, həm də tanıdılmasında Azərbaycanın bir mənalı şəkildə yanında olub və biz bilirik ki, Xocalı soyqırımının 30-cu il dönümündə də yenə qardaş Pakistan Azərbaycanın yanında öz yüksək səslər, belə deyək, fikrini, bəyanatını, açıqlamasını eşidəcəyik və o sənədləri də mütləq görəcəyik. Ona görə mən bu önəmli gündə, zəfər günündə həm Ali Baş Komandanımızı bir daha təbrik edirik, təşəkkür edirik bütün Azərbaycanlılar olaraq. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizi hər zaman sevgi, saygı yanacağıq və dünyanın hər yerində yaşayan, ürəyi vətənlə döyünən Azərbaycanlılarımızı da bir daha bütün xalqımızı təbrik edir. Qardaş Türkiyəmizə, qardaş Pakistana və yanımızda olan bütün qardaş və dostlara təşəkkürümüzü bir daha bildirərək belə bir gözəl gündə çox maraqlı və önəmli iki kitab var mənim qarşımda. Mən çox təşəkkür edirəm dəyərli dostumuz, dəyərli qardaşımız Səlim Babıloğlu və bizim çox dəyərli qardaşımız, onlar birlikdə buradadır, Seyfəddin qardaşımız Hüseynli, hər ikisini siz daha yaxından görürsünüz. Onlar çox gözəl bir layihəni həyata keçiriblər və mənə bu barədə məlumat verəndə açığı mən çox sevindim. Çünki bu cür layihələrə çox böyük ihtiyac var. Və bu layihə çərçivəsində insanlarımız, gənc nəsillərimiz daha çox Pakistanlı şair və yazarı tanımaq imkanına sahib olacaq. Yəni onların
birincisi haqqında məlumatlı olacaq, onların əsərlərindən bir hissəni tərcüməsini oxuyaraq onların yaradıcılığına bir nəzər salmış olacaqlar. Ona görə bu gözəl layihə üçün mən hər ikinizi, Səlim bəy sizi və Seyfəddin bəy sizi çox təbrik edirəm. Çox təşəkkür edirəm ki, bu layihəni həyata keçirdiniz. Bu da qardaş Pakistanla qardaşlığımıza, dostluğumuza verilən önəmin bir nümunəsidir və inanırıq bu layihələr davamlı olacaq və biz də hər zaman Azərbaycan-Pakistan parlamentləri arası dostluq qrupu olaraq bu cür layihələrə dəstək verəcəyik. Digər bir kitab isə Elxan bəy buradadır, çox dəyərli bir ziyalımız Elxan Zal. O da mənə bu kitab barədə çox əvvəllərdə məlumat vermişdi. Mən də varam burada redaksiya heyətində və mən o zaman demişdim ki, bu çox böyük layihədir, çox təəssüf biz çox vacib bir iclasdan dolayı mən iştirak edə bilmədim bu təqdimatda. Məhəmməd İqbal bizim hamımız üçün həm böyük bir şairdir, amma böyük bir düşüncə adamıdır, fikir adamıdır, xalqının azadlıq mübarizəsi simvollarından biridir və mənə nəsib olub onun Lahorda məzarını ziyarət eləmək və İqballa söhbət edə bilmək. O Lahor abidələrinin o möhtəşəm əzəməti yanında İqbalın əzəməti, İqbalın o yatdığı yer, o özü belədir ki, bir böyük əzəməti ilə hələ də Pakistanın ən önemli simvollarından biri kimi davam edir, qəbul olunur və bu kitab çıxıb, mən çox təşəkkür edirəm, həm də təbrik edirəm İlxan bəyə vəziyyət olanlara da və biz bütün dostluq qrupu olaraq təbii ki, bu cür layihələrdə hər zaman dəstək, bu günlərdə çox tədbirlər var, amma qrupumuzun üzvlərindən kimə müraciət edildiksə, hamısı dedi ki, biz o tədbirdən varıq. Tahir Müəllim Rızayev bizim parlamentin komitə sədridir, Aqrar Siyasət Komitəsinin sədridir, çox dəyərli bir ziyalımız və Pakistanı çox dərindən sevən bir ziyalımızdır, bizim qrupumuzun üzvüdür. Ceyhun müəllim bizim işğaldan azad olunmuş Cəbrayıl bölgəmizi təmsil edir, indi ürəklə deyirik. İşğaldan azad olunmuş Ali Başkomandanımızın rəhbəri ilə işğaldan azad etdiyimiz Cəbrayıl rayonunu təmsil edir. Dəyərli bir ziyalıdır, bizim İlahiyyat Universitetinin də keçmiş rektorudur. Azər Badamov çox dəyərli bir ziyalımızdır. O da Aqrar Siyasət Komitəmizdə yüksək səviyyədə təmsil olunur. Həm Ceyhun müəllim, həm Azər müəllim, o da çox belə Pakistana dərin sevgisi olan millət vəkillərimizdir. Bizim Bəhruz Məhərrəmov oradadır. Bəhruz bəy mənim kimi jurnalist keçmişindən biraz gəlir. Eyni zamanda Bəhruz müəllim onun bir tədbiri var idi, amma Pakistan sözünü eşidən kimi dedi ki, mən mütləq gəlib çatacağım. Bu hamısı Pakistana olan sevgidən, pandemiya səbəbindən hamını dəvət edə bilmədik, amma dəvət etdiyimiz insanlar hamısı buradadır. Eynullah müəllim Mədəhli bizim Pakistanda səfirimiz olur, dəyərli səfirimiz olur və bugün Milli Elmlər Akademiyasında çox dəyərli şəkildə fəaliyyətini davam etdirib. Pakistanın ən böyük sevdalılarından biridir desəm, mən yəqin ki, yanılmaram. Çünki Eynullah müəllimi mən hələ səfir olduğu dövrdən bilirəm, tanıyıram, onun içindəki Pakistan qruplarını da bilirəm. Arzu xanım Bağırova Regional Hüquqi və İqtisadi Maarifləndirici İctimai Birliyinin rəhbəridir. Onlar da inşallah Pakistanla bağlı çox gözəl layihələrdə iştirak edəcəklər. Sabir müəllim Azər kitabın bu evin sahibidir. Hər zaman qapıları dostlara, qardaşlara açıqdır. Füzuli müəllim bizim çox dəyərli alimimizdir. Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda çalışır və çox sayılı duyduğumuz alimimizdir. O da Pakistana dərin sevgisi olan bir ziyalımızdır. Elxan Zalı təqdim elədim, Həqqan müəllimi siz bilirsiniz. Fəngiz xanım Balakişiyeva Nəfəs İctimai Birliyinin sədridir, Pakistanın sevdalılarından biridir və bu layihələrdə də çox fəal şəkildə
öz dəstəyini bildirdi ki, biz də buradayıq. Və təbii ki, tədbirimizi də Əkbər Qoşal aparır, bizim Mədəniyyət Komitəsinin həm təmsilçisidir, eyni zamanda çox dəyərli bir ziyalımızdır, dəyərli bir şairimizdir. Cənab səfir, sizə çox təşəkkür edirik. Həmkarlarımız öz fikirlərini, duyğularını bildirəcəklər. Amma bu tədbirdə iştirakınızla daha da bu layihəyə, bu işlərə öz dəstəyinizi göstərmiş oldunuz. İnşallah biz dostlarla danışırıq. Düşünürük ki, yaxın zamanlarda bu layihələr daha da artmalıdır. Çünki Azərbaycanla Pakistan qardaş ölkədir. Bizim çox yüksək siyasi qardaşlığımız var. Cənab Prezidentlə Cənab İmran Xan arasında qardaşlıq münasibətləri, parlamentlərimiz arasındakı qardaşlıq münasibətləri və çox vacibdir ki, biz mədəniyyət sahəsində və turizm, təbii ki, hərbi, iqtisadiyyat, bunlar çox vacibdir. Amma biz düşünürük ki, mədəniyyət, təhsil və turizm də onlar qədər çox vacib sahələrdir. Və mədəniyyət sahəsindəki bu layihələrin artması üçün biz Mədəniyyət Komitəsi olaraq da həm də Azərbaycan-Pakistan parlamentləri arası dostluq qrupu olaraq da bundan sonra çox fəal dəstək verəcəyik. Bugün bizim bir kiçik hədiyyələr var. Qarabağ Azərbaycandır yazılmış bir Qarabağ Azərbaycandır yazılmış arı böbür simvollu bir əsərdir. Bu əsər bizim Mədəniyyət Komitəsi tərəfindən və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimaiyyəti tərəfindən Pakistanın parlamentinə hədiyyə olunur dəstək üçün. Xahiş edirik, çatdırasınız. Cənab səfir, bu əsər özəl Svarovski daşlarla işlənilib və bu hamısı bir-bir xüsusi olaraq işlənilib. Bu da bizim Mədəniyyət Komitəmizin və Nəfəs İctimai Birliyi adından xahiş edirəm Baş Nazir Cənab İmran Xana bunu çatdırasınız. Allah Pakistanımızı həmişə qorusun. Cənab səfir, bu əsər isə bizim xalq rəssamı Arif Hüseynovun əsəridir. Burada Xocalının simvolu, Xocalı əsəridir Arif müəllimin. Biz elə Mədəniyyət Komitəsi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə Birliyi olaraq bu əsəri də Pakistan parlamentinə bizə Xocalıda verdikləri dəstək üçün Xocalı soyqırının tanınmasında təşəkkür olaraq istəyirik bu əsəri də təqdim edək. Bu isə Cənab səfir sizə hədiyyə olunur. Mədəniyyət Komitəmiz adından və Nəfəs İctimai Birliyi adından bu şan, bu gözəl bir əsərdir. Bizim ən böyük arzumuz 30 ildə təkrar bu məsciddə ziyarət edə bilmək, orada namaz qıla bilmək, dualar oxumaq edim və Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin, xalqımızın və sizi kimi qardaş dövlətlərin dəstəyi ilə biri də mən biz o arzumuza çatdıq və mən sizə əmin edirəm ki, bu məscidə gedib dua oxuyan insanların hamısı dövlətimiz və xalqımız, şəhidlərimiz, qazilərimiz və Ali Baş Komandanımız başda olmaqla onunla bərabər qardaş Pakistan və qardaş Türkiyə üçün də hamısı dua oxuyur. And also for the brothers, Pakistan and brothers. I had the honor to offer prayer in this mosque when we visited you. Cənab səfir, gəlin bərabər bir rəsm qalaqın. Hörmətli cənab səfir, hörmətli dəyərli millət vəkillərimiz, qiymətli ziyalılarımız, çox sağ olun, təşəkkür edirik hər birinizə. Həqiqətən Pakistan bizə qardaş dövlətdə qəhrəmanlıqda söylediyi kimi dövlətlər arası və xalqlar arası heç bir problemimiz yoxdur. Əksinə hər zaman Pakistan dövlətindən və xalqından dəstək görmüşük. Biz də öz adımızdan, təşkilatımız adından sizə minnətdarlığımızı bildiririk. Dəyərli ziyalılarımıza da əməyi üçün hər kəsə də minnətdarlığımı bildiririk belə gözəl əsərlər üçün. Sağ olun. Mən də hər kəs salamlayıram. Bildirmək istəyirəm ki, Pakistan bizim üçün həqiqətən ölkəmiz üçün, dövlətimiz üçün
dövlətlər arası əlaqələrimiz üçün çox önəmli yerə sahib olan bir ölkədir. Hətta mən qeyd eləmək istəyirəm ki, bizim belə deyim, ilk dəfə 91-ci ildə bizim müstəqilliyimizi tanıyan ölkələrdən birincilər arasında olub Pakistan və ilk diplomatik əlaqələr qurulan ölkələr arasında da birinci hər zaman Pakistanla çəkilir. Və prezidentlərimiz arasında olan münasibətlər olsun və yaxud da xalqlarımız arasında olan münasibətlər olsun, bunlar həmişə xoş, gələcəyə yönəlik olan münasibətlər olub və bu 44 günlük savaş boyunda da sizin verdiyiniz o dəstək düşünürəm ki, xalqımızın heç bir zaman yadından çıxmayacaq və öz adından da, təşkilatımız adından da təşəkkür edirəm. Çox sağ olun. Fürsətdən istifadə edib Qədirə xanıma Azərbaycan Parlamentinin Mədəniyyət Komitəsinin fəaliyyətinə yeni impulslar verdiyinə görə də minnətdarlıq edirəm. Çünki son illər, son aylar biz tamam başqa bir mənzərənin şahidi olduq. Qaldı bizim bugünkü belə deyək. Biz bunu Seyfəttin müəllimlə bərabər Ərbağan adlandırırıq. Aslında bu bir minnətdarlıq jesti bizim tərəfimizdən. Çünki ötən ilki bizə hamımıza böyük sevinç bəxş edən və dünyanın bir səsində ədalətlə rəhbərləyən bizim vətən savaşımızda, haqq işimizdə bizim yanımızda olan qardaş Pakistan xalqına və Pakistan dövlətinə bir minnətdarlıq düşüncəsi ilə yaradılır. Hərçənd ki, bu qətiyyən o demək deyil ki, yalnız bu ilə yaradılır. Çünki Pakistan mədəniyyəti və ədəbiyyatı çox qədim və çox qütblü köklərə malikdir. Ona görə burada 50-yə yaxın Pakistanlı ədibin əsəri var, nasirlərin, şairlərin, ədəbiyyatşünasların, elm xadimlərinin. Mən ayrıca olaraq hörmətli Elmullah müəllimə, Elmullah Mədətliyə bu dərginin bu sayında Pakistan ədəbiyyatına, Pakistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinə belə deyək. Çox böyük aydınlıq gətirən dərin icmal məqaləsinə görə və Seyfəttin müəllimlə bərabər bu dərginin ərsəyə gəlməsində xüsusi məsləhətçi statusuyla yaxından bizə kömək elədiyinə görə dərin minnətdarlığını bildirirəm. Dərginin baş redaktoru tanınmış ədəbiyyatşünas tərcüməsi Seyfəttin Hüseyniyə təşəkkür etmək istəyirəm. İqbalın şeiridir, şairin şeiridir adı. Bədən xalqdır, bədənin hissələri adamlar. Ayaqlar, əllər elə hey durmadan çalışar. İqtidar sükanını saxlayanlar siması. Şairlər öz xalqının görən gözü, aynasıdır. Bədən ağrısı əgər, gözü yaşlı görərsən, xalqa sonsuz sevgini şairlərdən bilərsən. Mən təşəkkür edirəm bir daha Qədirə xanıma, çox sağ olun, əziz Qədirə xanım, minnətdarlıq edirəm. Madam Qadirə Maşayeva, honorable members of the Parliament, ladies and gentlemen, I feel honored to be amongst the friends of Pakistan. And thanks to Madam Maşayeva that she has gathered so big names under the one roof who have love, respect and affection for Pakistan. So thank you so much for this gathering. Xüsusilə də Qədirə xanım Paşayevə özləri minnətdarlığımı bildirirəm ki, bu böyük adları burada bir yerə toplayıb. When I heard about this book, which contains the big literary names in Urdu literature, I really want to thank Mr. Saifuddin for this great effort, and Mr. Salim. I want to tell you that these are the names that are very, very renowned persons in the Pakistani literature, in Urdu literatures. And I must appreciate your efforts to translate their complicated, their profound work in Azerbaijani language.
Mən bu ilk kitab haqqında keçdiyimdə ilk öncə Seyfəddin müəllimə və Səlim müəllimə təşəkkürümü bildirmək istədim. Həqiqətən burada olan, bu kitabda olan bu şairlər və yazarlar Pakistanın çox məşhur şairləri və yazarlarıdır və sizin bu əziyyətinizi, bu şairlərin əsərlərini, yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə elədiyiniz üçün çox minnətdaram və yüksək qiymətləndirirəm. And may I also thank Mr. Ilhan Zal for bringing up this book, which I understand is the poetic translation of the selected works of Muhammad Iqbal. Və bir həmçinin Elxan müəllimə də özlərini təşəkkürümü bildirirəm. Muhammad İqbalın seçilmiş əsərlərini tərcümə elədiyi üçün. Muhammad Iqbal is the Nizami Ganjavi of the people of subcontinent. Muhammad İqbal belə deyək, bizim Nizami Gəncəvidir. He was the greatest thinker and philosopher of the 20th century in South Asia. Cənubi Asiyada çox böyük filosof, çox böyük belə deyək, alim idi Muhammad İqbal. And since Muhammad Iqbal considered Maulana Rumi as his spiritual mentor, there is a shadow grave of Iqbal in the city of Konya where Maulana Rumi is buried. Muhammad İqbal həm də Mövlana Cəlaləddin Rumini öz mənəvi, belə deyək, necə ifadə edir, üstadı hesab edirdi. Və həm də in Konya There is a shadow grave. Not the real grave, but there is a symbolic grave of Iqbal simbolik, belə deyək, məzarı var Muhammad İqbalın Konya'da. alongside the mazar of Maulana Rumi. Çünki Cəlaləddin Ruminin məzarının yanında simbolik məzarı var Muhammad İqbalın. And I see a lot of commonality between Iqbal, Maulana Rumi and Nizami Ganjavi. Və mən Mövlana Cəlaləddin Rumi və Muhammad İqbal və Nizami Gəncəvi arasında bir çox oxşarlıqlar görürəm. These three figures have inspired generations after generations in the South Caucasus region, in Central Asia and also in South Asia. Və bu üç böyük şəxsiyyət, belə deyək, həm Cənubi Asiyada, həm Mərkəzi Asiyada, həm Qafqazda insanlara ilham qaynağı olublar. And as these scholars, by translating these books into Azerbaijani language, I believe that they have opened a new window for the people of Azerbaijan to look at Pakistan from a different perspective. Dostlarımızın bu kitabları tərcümə eləməsi Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə imkan yaradır ki, qardaş Pakistanın da ədəbiyyatından tanış olsun. Now I think we should consider, with the permission of Madam Daniya Pashaiva, to translate some of the works of Nizami Ganjavi into Urdu language so that people of Pakistan could benefit from the literary rich work of Nizami Ganjavi. Və bizimdən sonra düşünməliyik ki, təbii ki, Qənim xan Paşayevanın da köməyi və dəstəyi ilə Nizami Gəncəvinin bir neçə əsərlərini Urdu dilinə tərcümə eləyək ki, onlar da Nizami Gəncəvini Pakistanda daha yaxından tanısınlar. I am not a man of letters, I am not a literary person, I am a diplomat. So I can only make this suggestion which I believe will be helpful to bring the people of the two countries closer. Maybe Madam Pashaiva, she is the head of the Inter-Parliamentary Friendship Group in Milli Majlis. She can make a proposal and the two parliaments can collaborate this work. Mən ədəbiyyat adamı deyiləm, mən diplomatam və ona görə mən sadəcə belə deyim, faydalı ola biləcəyim düşüncələri söyləyə bilərəm ki, necə ki biz hər iki xalqı bir-birinə daha da yaxınlaşdıra bilərik, bir-birini tanımağına daha da çox sahib ola bilərik və Qənim xan Paşayeva da təbii ki, həm də Milli Məclisin parlamentar dost qrupunun üzvüdür və yəqin ki, o təkliflərini verə bilər, bu sahədə hansı adımlar ata bilərik. And may I also thank all of you for sharing these beautiful presents, gifts for the Parliament of Pakistan, the National Assembly and the Senate of Pakistan and the Prime Minister of Pakistan, and for myself, I am extremely grateful and humbled. Və çox dərin təşəkkürümü bildirirəm hamınıza bu gözəl hədiyyələri həm Pakistan parlamentinə, həm Pakistan baş nazirinə, həm mənə təqdim etdiyiniz üçün çox qürurlandım və hamınıza çox minnətdaram. And by handing over these very beautiful gifts to me, you have put a lot of responsibility on my shoulders to transport these trust amanat to their claimants.
Bu dəyərli hədiyyələri mənə təqdim eləməklə də həmçinin mənə də belə deyək bir əmanət etdiniz bu hədiyyələri və mən sağlam bir şəkildə bu hədiyyələri təbii ki öz ünvanına çatdırmalıyam. I will fulfill this responsibility and I want to thank you again, but before I sit down I want to congratulate you all the people of Azerbaijan on the Victory Day, which is a great day in the history of your nation, in the history of the coming generations who would see this day and remember the sacrifices of the soldiers of Azerbaijan, the determination of the people of Azerbaijan, and the leadership of the president and his colleagues who made this very difficult task a reality. Bu çətin məsuliyyəti mən tez bir zamanda yerinə yetirəcəm və nitqimin sonunda Azərbaycan xalqını, sizləri qarşıdan gələcək böyük qələbə günü münasibəti ilə təbrik etmək istəyirəm və əminəm ki, bu qələbə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərlərinin səyi, şəhidlərimizin səyi nəticəsində qazanıldı və gələcək nəsillərə də örnək bir qələbə götürəcək. And I want to assure you that as Pakistan and Azerbaijan have been friends in times of difficulty and war, we will remain friends in times of peace also. Qeyd etmək istəyirəm ki, çətin anlarda da Pakistan və Azərbaycan bir yerdə idi və bundan sonra da sülh anında da bundan sonra da bir yerdə olacaqlar. Together we will build Karabakh and other liberated areas much better for the coming generations and for the IDPs. Bir yerdə biz Qarabağı, azad olunmuş əraziləri bir yerdə quracağıq və daha da çiçəkləndirəcəyik. İnşallah. Thank you so much. İlk növbədə mən bu iki kitabın ışıq üzü görməsində zəhməti olan qardaşlarıma minnətdarlığımı bildirirəm. Çünki sənət, ədəbiyyat sənət tanımır. Əgər sənət varsa, sənətkar varsa, dünya xoşbəxtdir. Burada Məhəmməd İqbalın nümunəsi xatırlatdı mənim əziz dostum və sözsüz bizim hörmətli səfirimiz də dedi ki, o Pakistanın nizamçisidir. Dedi, görün, iki xalqın sənətkarları hansı fikir dünyasında birləşirlər, hansı təfəkkürdə birləşirlər. Nizaminin poeziyasında şairə, sənətə, sözə çox böyük ehtiram var, çox böyük hörmət var və bugün Məhəmməd İqbalın da o 4 misralıq şeirində biz bunu duyduq. Söz nə qədər böyükdür, sənətkar nə qədər böyükdür və sənətə bu xalqlarda nə qədər böyük ehtiram var. Biz bunu bugün burada gördük. Və əlbəttə ki, mən sevinirəm ki, bugün bizim bu əziz günümüzdə biz Pakistanın səfiri ilə görüşürük. Çünki Pakistan Azərbaycan üçün ən əziz, ən doğma bir dövlətdir. Çünki biz bunu bu 44 gün müharibədə daha aydın gördük, daha aydın hiss elədik. Çünki qardaş Türkiyə ilə bərabər Pakistan dövləti, hörmətli İmran xan ilk gündən bəyan elədi ki, biz Azərbaycan xalqının yanındayıq. Biz Azərbaycan xalqı ilə birik və mənəvi, maddi dəstəyimizi verməyə hazırıq. Əlbəttə ki, bu qardaşlıqdır. Bu dostluğun, qardaşlığın bir ifadəsidir, nümunəsidir və sözsüz ki, bu qardaşlıq, bu dostluq əbədi olmalıdır. Bu əbədi olmalıdır, bax, belə görüşlərlə bu təsdiq olunmalıdır, belə kitablarla təsdiq olunmalıdır, belə çətin günlərdə bu öz təsdiqi tapmalıdır. Və bir daha minnətdarlığımı bildirirəm sizlərə ki, siz bu kitabları çap eləmişsiniz. Qərar xanım, çox sağ olun. Siz bizim həvəsi xahiş edirəm, mədəniyyətimizə, sənətimizə layiqincə qiymət verən, onu təbliğ edən və insanları bir-birinə qovuşan mənim əziz bacımsınız. Çünki uzun müddətdir biz bir yerdə parlamentliyiz. Və mən həmişə hiss eləmişəm ki, siz Azərbaycanı dünyada tanıtmaqdan ötürü
Azərbaycan mədəniyyətini, Azərbaycan sənətini, Azərbaycan siyasətini təbliğ etməkdən ötürü bütün qanınızla, canınızla savaşırsınız. Bu bir vətəndaşlıq borcudur və bizim hər birimizin bu borcudur. Ancaq siz bir qadın kimi, bir diplomat kimi, bir insan kimi, yaradıcı şəxsiyyət kimi həmişə istəyirsiniz ki, bizi sevən, bizə yaxın olan insanlar daha da yaxınlaşsınlar. Onlar bir-birinə daha əziz olsunlar. Bax, bu görüşdə bunun nümunəsidir. Bu kitablar da bunun nümunəsidir və elə bilirəm ki, bizim hər birimiz bundan sonra Azərbaycan-Pakistan dostluğuna öz töhfələrimizi verməliyik. Biz daha da yaxın olmalıyıq, biz daha da qarşılaşmalıyıq. Çünki Pakistanın da dərdi var, Kəşmir problemi var və elə bilirəm ki, bu problem də tez bir zamanda aradan qalacaq. Çox sağ olun, çox minnətdarım sizlərə. Çok haklı vurguladınız ki, kardeş Pakistan her zaman Qarabağ meselesinde Azerbaycan'ın yanında olduğu gibi, Azerbaycan devleti de, halkımız da, biz de her zaman Keşmir meselesinde, Keşmir probleminde kardeş Pakistan'ın yanında olmuşuz, yanındayız ve inşallah ümit edirik, inanırıq ki, bir gün bu meselede öz ədalətli həllini tapar. Ve Cənab Səfrin Nizaminin yaradıcılığının tercüme edilmesi, Pakistan'da yayılmasıyla bağlı bu çok önemli tekliftir. Ben mütləq yaradıcı dostlarla bunu müzakere edeceğim ve biz de hem parti hem grup olarak bu desteği vereceğiz ki doğrudan da bu iş reallaşsın. Çünkü dahi Nizaminin yaradıcılığının en azı bir hissesinin kardeş Pakistan'da tanınması çok önemlidir. Çok sağ olun Tahir Hocam. İlk növbədə onu qeyd eləmək istəyərdim ki, bizim planımızda, təbii ki, biz sənədlərlə bir yerdə ilk planımızı həmişə bəyə qədər dəqiqləşməyə çalışırıq ki, dünya ədəbiyyatı dərgisinin hansı sayları üzü görəcək, hansı ölkəyə, hansı janra həsb olunacaq. O məqamda bizim tam başqa bir planımız vardı və başqa bir Avropa ölkəsinin ədəbiyyat üzərində işləyirdik, siyahı hazır idi, materiallar paylanmışdı və artıq onun tərcüməsini təhvil alıb, emal eləyib bir məqdədən keçirmək prosesi olanda elə hadisələr baş verdi ki, biz o fikrimizdən daşınız. Kollegial şəkildə qərara gəldik ki, o ölkənin bizim haqq işimizə olan münasibəti, dinimizə, millətimizə, dəyərlərimizə olan münasibəti, istər qardaş Türkiyəyə, istər bizə olan münasibəti elə bir negativ çalarda təzahür edək ki, biz o fikrimizdən daşındıq. Çünki ədəbiyyatı günü bugün diplomatiyadan, siyasətdən, xalqın milli mənafiyindən, maraqlarından ayrı təsəvvür eləmək çətindir. Xüsusən söhbət bir dərgidən, bir nəşirdən gedirsə. Və biz qərara gəldik ki, o proyekti dayandıraq, baxmayaraq ki, böyük bir əziyyət sərf olunmuşdu. Bizim vətən müharibəsi başladı və mən bir ədəbiyyat adamı, media nümayəndəsi olaraq cəbhə bölgələrinə səfər elədik və orada maraqlı bir fikir gəldi, bir ideya gəldi ağlıma. Çünki daha əvvəl biz Əziz Səlim müəllimlə bu barədə danışmışdıq ki, nə varsa bizim Pakistan nömrəsi ilə bağlı bir planımız olsun və onu işləyək. Hətta əlimizdə onun tapdığı Pakistanın görkəmli ziyalısı, dövlət xadimi Fəxar Zamanın hazırladığı sanmalı bir antologiya da var. Və cəbhə bölgəsinə səfər zamanı müharibə vaxtı mən gördüm ki, xalq artıq öz sözünü deyil. Yəni Azərbaycan xalqı ki, bu jurnalın potensial oxucularıdır. Onlar Pakistan bayrağını, Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı asmaqla əslində bizə də bir ideya qaynaqlı, ilham mənbəyi oldular. Deməli, 44 müəllimin 22-si şair, 22-si nasir, yalnız Böyük Məhəmməd İqbal istisna olaraq onun haqqında həm burada məqalələr var, gördüyünüz kimi həm şeirdə təmsil olunur, həm də nəsr nümunəsini biz təqdim eləmişik. Bunlar, dediyim kimi, Pakistan Ədəbiyyat Akademiyasının keçmiş sədri Fəxar Zamanın nəşr etdirdiyi antologiyaya əsaslanır, yəni haradasa ən adi səviyyədə təsdiqlənmiş nüsxələrdən istifadə eləmişik. Materiallar İngiliscədən tərcümə olunub, mən bizim başda Səlim Dağlıoğlu olmaqla bizim bütün tərcüməçi heyətimizə, Cavanşir müəllimə, İsmət müəllimə, İlahə xanıma, Sona xanıma və bütün digər bizim tərcüməçi həmkarlarımıza təşəkkür edirəm ki, onlar bu işdə müstəsna xidmətləri oldu. Biz təbii ki, bütün qibləmiz bir ədəbiyyat adamı olaraq sözdür. Ona görə də qərara gəldim ki, elə sözlə də
Pakistan xalqına, dövlətinə, onun o böyük zəngin mədəniyyətinə, ədəbiyyatına olan saygımızı, elə Pakistanın himnini, qovmi təranəni ilk dəfə burada Azərbaycan dilində çap etməklə də o borcumuzu ifadə edeyim və istəyərdim ki, Pakistan xalqına, bu qardaş ölkəyə minnətdarlığını elə o himnin sözlərini Azərbaycanca səsləndirməklə. Şad ol ey pak torpaq, şad ol gözəlliklər yurdu, sən ey ali iradənin rəmzi, ey Pakistan torpağı, şad ol ey imanın mərkəzi. Bu pak yurdun nizamı xalqın qardaşlıq gücüdür, millət, ölkə və dövlət, əbədiyyən parlasın, şad ol müradımızın ünvanı. Ayparalı və ulduzlu bayraq, tərəqqi və şamilliyə yol açır. Keçmişin tərcümanıdır, indimizin şöhrəti, gələcəyimizə ilhamdır, qadir Allahın kölgəsi. Təşəkkür edirəm şəhidlərə görə və inanıram ki, bu bizim Pakistan ədəbiyyatı mədəniyyəti ilə bağlı yeni addımlarımızın hissəsi olacaq və biz Pakistan ədəbiyyatına olan diqqətimizi bundan sonra xüsusən yeni dövr ədəbiyyatı ilə bağlı onları da tərcümə və nəşr etdirməklə inşallah ki, Pakistan ədəbiyyatının Azərbaycana daha da yaxınlaşacaq. Var olun, minnətdarım, təşəkkür edirəm. Hörmətli Qənərət xanım öz çıxışında bir ifadəyə toxundu. Qeyd elədi ki, parlamentlərarası şurumuzda 20 nəfər təmsil olunur. Bugün o 20 nəfərdən kimlərə deyilsə, hamısı buradadır. Qədərət xanım, parlamentdə təmsil olunan 120 deputatdan hansına desək, hamı gələcəkdir bura. Çok doğru. Çünki Pakistan bizim əsl dostluğumuzdur. Bu dostluq tarixi sınavlardan çıxır. Xalq arasında belə bir deyim var. Deyilir ki, əsl dost dar gündə tanınır. Biz bir-birimizi dar gündə tək bıraxmamışıq. Bir-birimizi dar günlərdə tanımışıq. Buna görə bizim dostluğumuz qardaşlığa çevrilmişdir. Təbii ki, Azərbaycan xalqı öz məhəbbətini, öz sevgisini Pakistana, Pakistan xalqına hər zaman ifadə edir. Bizim zəfər günlərimizdə bayraqlarımızın yan-yana düzülməsi bu əsl sevgimizin, Pakistana olan məhəbbətimizin və təşəkkürümüzün ifadəsidir. Bugün bizim yaradıcı insanlarımız, redaktorlarımız Pakistanın ədəbiyyatına müraciət edərək orada klassiklərin əsərlərinin məhz bugünə ərsəyə gətirib təqdim edilməsində də bir təsadüflük hesab etmirəm. Bu bizim zəfərimizə yeni bir rəng qatmasıdır. Çünki bu zəfərimizin əldə olunmasında Pakistanın verdiyi bizə mənəvi siyasi dəstəyi çox yüksək olmuşdur. Məhz bu mənəvi siyasi dəstək sayəsində Pakistanın, Türkiyənin biz bu qələbəyə daha da inanla getmişik və qeyd olunduğu kimi 30 illik işğalımıza son qoydurmuşuq. Yazarlarımıza, yaradıcılara təşəkkür bildirirəm. Belə bir gözəl əsər ortaya çıxartmışdır. Bu əsərlər, bu kitablar, tərcümələr Pakistan klassiklərini Azərbaycan oxucularına tanıdacaqdır. Mən arzu edərdim ki, belə tərcümələr çox olsun. Çünki biz o sənət əsərləri, şairləri, yazarları sayəsində daha da yaxşı tanıya bilərik. İndi Pakistan-Azərbaycan münasibətləri haqqında hamımız bilirik, çox da danışmaq. Onu istəmirəm çünki bu yenilik bir yoxdur. Çünki əsl uzun bir tarixə malikdir. Ancaq ayın 8-də bizdə zəfər günüdür. Bizim kitablar və zəfər günün ərəfəsində təqdim olunur. Bu bizim ümumi bayramımıza daha bir töhfədir. Bayramımızı təbrik edirəm, uğurlar arzulayıram, sağ olun. Ümumi götürdükdə İslam Konfransı Təşkilatının 50-yə girdi və bu ölkələrin içərisində 2 ölkə 30 il ərzində hər zaman bizim yanımızda oldu. Və biz bilirik ki, bu beynəlxalq müstəvidə, beynəlxalq tədbirlərdə bir ölkəni dəstəkləmək o qədər də asan bir iş deyil. Amma biz hər zaman Pakistan rəsmilərinin bizim yanımızda olduğunun
qardaşlıq mövqeyi nümayiş etdirdiyinin yaxından şahid olduk. Biz post-konflikt dövrünü yaşayırıq, qələbənin əhəmiyyətini davamlı vurğulayırıq və bugündən sonra da bizim qarşımızda çox mühüm vəzifələr var ki, biz əməkdaşlığımızı daha da gücləndirək, inteqrasiyanı sürətləndirək. Bizim hərbi, siyasi müstəvidə çox geniş əməkdaşlığımız var. Amma hesab edirəm ki, bizim birliyimizi gücləndirə biləcək əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlıq. Yəni bir-birinin ziyalarını, tanınmış şəxsiyyətlərini, ictimai xadimlərini tanımaq və onları təbliğ etmək bizi daha da bir-birimizə yaxınlaşdıracaq və hesab edirəm ki, belə bir kitabın ərsəyə də gəlməsi bu prosesə öz töhfəsini verəcək. Mən bu kitabın ərsəyə gəlməsində rol olan hər kəsə təşəkkürümü bildirirəm. İndi bu da reallıqdır ki, biz Qəmrə xanımın həm də bu prosesə davamlı olaraq töhfə verməyə çalışdığının şahid oluruq. Yəni, indi biz parlamentlik, bilirik ki, dostluq qurumları çərçivəsində fəaliyyət göstərir, amma burada daha çox iş görmək lazımdır və hesab edirəm ki, bu müddətdə Qəmrə xanım bir xeyli iş görür və bu işlər gələcəkdə də davam edəcək və biz yeni kitabların da təqdimatının şahidi olacaq. Və mən düşünürəm ki, Türkiyə qədər Pakistan da bizim bu olan birliyimiz, əməkdaşlığımız hər zaman davam edəcək, əbədi olacaq. Çünki qeyd etdiyim kimi biz artıq qardaşıq və bu dar gündə də Pakistanın o münasibətini açıq şəkildə gördük. Bir daha təşəkkür edirəm və gələcək işlərimizdə uğurlar arzulayırıq. Biz əgər Türkiyə ilə bir millət, iki dövlət üzrə Pakistanla Azərbaycan bir ruh, bir ideologiya, bir düşüncə bir dövlətdir və bizim münasibətlərimizin bundan sonra davamlılığı bir mənalı olaraq xalqlarımızın ruhunda artıq qarantilənir. Bu davamlılığın möhkəmliyinə heç kəsdə şübhə yoxdur. Mən özüm ucqar bir kənd rayonunu təmsil edirəm Milli Məclisdə. Təsəvvür edin, ən ucqar kəndlərimiz, hansı ki onların zaman-zaman biz sosial problemlərini qaldırdık bu qədər ucqar kəndlərdə belə kənd meydanında ucalmış Pakistan bayrağını görə bilərsiniz. Hər bir ucqar nöqtənizdə Pakistan deyəndə uşaqdan böyüyə üzə təbəssüm görə bilərsiniz. Və əlbəttə, Pakistan siyasi cəhətdən özünün Azərbaycana dostluğunu, qardaşlığını həmişə göstərib. Mən müstəqilliyimizin ilk illərində Pakistanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi səylərini xüsusi qeyd etmək istəyirəm. Bizim Vətən müharibəsində, zəfər yürüşümüzdə Pakistanın davamlı dəstəyini xüsusi qeyd etmək istəyirəm. Bütün bunlar bir tarixdir, bütün bunlar şanlı tarixdir, qardaşlıq səhifəsidir və buna görə Cənab Səfər, sizə və sizin simanızda bütün Pakistan xalqına mən təşəkkür etmək istəyirəm. Pakistanı mən az-çox tanıyıram və 2008-ci ildə mən böyük bir heyrətlə Pakistanda səfərdə oldum və çox sağ olsun, Eynullah müəllim o zaman səfir idi və çox gözəl ağırladı bizi, çox gözəl qarşıladı. Bilirsiniz, Pakistanın da mən bilirəm kürəyi Azərbaycan sevgisi ilə doludur və bu münasibətlər əlbəttə ki, siyasi şəkildə, siyasi səviyyədə davam edəcək. Xalqlarımızın arasında bu münasibətlərin davamına heç bir şübhə yoxdur, amma bu tempi, bu ritmi saxlamaq bizim borcumuzdur və bu mənada necə ki, fərqlərin bir xalqı tanıması üçün həmin xalqın arasında yaşaması lazımdır. Toplumların bir-birini başa düşməsi, münasibətləri davam etdirməsi üçün də ədəbiyyat, söz, sənət ən gözəl meyardır və bu mənada mən bu dərginin ərsəyə gəlməsində xidmət olan hər kəsə təşəkkür edirəm. Bu ruhun ifadəsidir və bu mənada mən ümid edirəm ki, Azərbaycan-Pakistan dostluğunun növbəti mərhələsi naminə bu çox gözəl işdir və icazə versiniz sonunda mən Qənirə xanıma xüsusi təşəkkür etmək istəyirəm. Qənirə xanım, sizin həqiqətən bütün sahələrdə fəaliyyətli olduğunuz, bütün sahələrdə siz öncül olmuşsunuz, istər jurnalistikada olanda seçilmişsiniz, istər siyasətdə olanda və bugün də Azərbaycan-Pakistan dostluğuna adınıza layiq Cənab Prezidentin müəyyən etdiyi o siyasi kursa uyğun çox böyük töhfələr verirsiniz, sizə də çox təşəkkür edirəm. Çox sağ olun. Ulu Önderimizin təyinatı ilə 2002-ci ildə
İrandan qayıdandan sonra Pakistana səfir təyin olundu və heç unutmaram, Ulu Önderimiz mənə çox tapşırıqlar verdi, amma bununla yanaşı öyüd nəsiyyətləri də olduqca dəyərliydi. Bunlardan biri də Pakistanla əlaqədar. Və mən həmişə o xətti götürdüm ki, biz dostluğumuzu, qardaşlığımızı daha da dərinləşdirdik. Şübhəsiz ki, Pakistanla Azərbaycanı bir-birinə bağlayan çox qədim tarixi bağlar vardı. Pakistan tarixinin 1500 ili mən hesaplamışam. Yalnız və yalnız Türk sülalələrinin, Türk imperiyalarının hakimiyyət altında keçir. 19-cu əsrin ortalarında İngilislərin gəlib bu yerləri işğal etdiyinə qədər. Bax, bu etnik bağlardır. Mədəniyyət bağları daim mövcud olur. Bu jurnaldakı geniş məqalədə mən bunlara qismən toxunmuşam. Eyni zamanda qeyd eləmək lazımdır ki, bu etnik bağlarla yanaşı dövlətlərin başçılarının siyasəti də çox mühüm rol oynayır. Xalqların birləşməsində, dövlətlərin bir-biri ilə dost yaxud müttəfiq olmasında. Ulu Öndər hakimiyyət başına gələn gündən bu xətti götürdü ki, biz Pakistanla dostluğumuzu bu tarixi ənənələr, müştərək mədəniyyət, etnik qohumluq üzərində qurulan münasibətləri yüksək səviyyəyə qaldırmalıyıq və belə etdi. O gündən bu günə bu siyasət həyata keçirilir. Təsəvvür edin, 2005-ci ildə oktyabr ayında o dəhşətli zəlzələ Pakistanı silkələyəndə 70 min nəfər insan öz həyatını itirdi. 70 min nəfər. Mən həmin gün Cənab Prezidentə məruzə edəndə dərhal tapşırıq verdi. Ertəsi gün 40 nəfərlik xilas edicilər, həkimlər və xilas edicilər dəstəsi gəldi Pakistana. O zaman elə bizim indiki kimi Fövqəladə Hallar Nazirliyimiz, hazır mobil dəstələrimiz yox idi. Gecə ilə bunu hazırlamaq lazım idi. Bunları yola salmaq lazım idi. Yaxud hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın o zaman təşəbbüsü ilə Kəşmirin Rara qəsəbəsində Müzəffərabaddan bir qədər aralı məsafədə tamamilə dağılıb yeri dibinə çökmüş məktəbin yerində tamamilə yeni məktəb tikildi. Və bu məktəb Pakistanda zəlzələ zonasında tikilən ilk məktəb. Bizdən çox, məsələn, qardaş Türkiyə imkanlarına görə daha çox məktəb tikdi, daha çox xəstəxana tikdi, amma biz birinci idik. Əlifbada da A hərfi Azərbaycan, o deməli, yardım edən ölkələrin siyasına baxanda öz ölkəmizin adını birinci görəndə həmdən qürurlanırdı. Həm də Pakistanın o zamanki rəhbərləri, prezidenti, baş naziri, hər kəs öncə bizim adımızı çəkildi. Və bundan əlbəttə biz qürur duyuruq. Bu kimi o qədər misallar gətirmək olar ki, Pakistan bizim üçün əbədi müttəfiqdir. Ona görə Cənab Prezident mənə tapşırıq verdi ki, 2007-ci ildə Pakistanda, İslamabadda torpaq sahəsi alıb böyük səfirlik kompleksi tikmək lazımdır. Və mən Pakistan rəhbərliyinə müraciət edəndə çox isti, çox mehriban yanaşdılar və Pakistanın diplomatik anklavında hansı ki artıq çoxdan bölünür, orada səfirliklər var, 70'e qədər səfirlik var idi. Orada bizə bir yer tapdılar. Çox böyük değildi ama biz hər şeyi oraya yerləşdirdik. Bugün Pakistan'daki səfirliyimiz inzibati binası, səfir üçün iqamətgahı, işçilər üçün yaşayış binası və mədəniyyət tədbirlərinin keçirilməsi üçün mədəniyyət mərkəzi olan, qonaq evi olan böyük bir kompleks. Qəmira xanım Pakistana səfər edəndə bizim əllə səfirliyimiz tikilməmişdi. Amma
Eminəm ki, bundan sonra ne zaman səfər etsəniz, Təzəyə çox getdim. getməsiniz. Bax, o təzə səfirliyi 2007'də başlayıb, 2009'da bitirdik və mənə qismət oldu. Bir ildə öz seçdiyim iqamətgahda yaşadım. Pakistan ona göre bizim için həmişə doğma olub, həmişə doğma olacaq. Qarşılıqlı yardımlaşma bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də olduqca vacibdir. Çünki insanlar birbirini tanıdıqca, birbirinin mədəniyyətinə daha yaxından bələd olduqca birbirini daha çox sevərlər. Pakistan'da Azərbaycan ədəbiyyatı az tanınır. Əlbəttə Nizami Gəncəvini hər kəs tanıyır. Böyük klassiklərimiz məlumdur. Bizdə də Pakistan ədəbiyyatını az tanıyırıq. Bu layihə ki bugün ərziyə gətirilib, hörmətli Səlim müəllimin, Seyfəddin müəllimin səyi ilə və Qənirə xanımın, digər aid qurumların, xüsusilə də Elmlər Akademiyasının, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik sahibi müəllimin, onun da burada məqaləsi var. Yəni, böyük bir kollektivin zəhməti var burada, amma bu işin bütün ağırlığını Səlim müəllimlər, Seyfəddin müəllim çəkiblər, mən bunun canlı şahidiyəm. Hər hərfin üstündə, hər misranın üstündə, qafiyənin üstündə nə qədər çalışıb işləyirlər. Çünki bu çox lazımdır. Ədəbiyyatımızı, folklorumuzu gərək biz bilək. Pakistan'da Azərbaycan adı gələndə, mənim həyatımın 8 ili orada keçib, hər dəfə bunu şahid olmuşam. Pakistan'ın əksər bölgələrində səfər eləmişəm. Azərbaycan deyəndə Urduca Bahaycan qardaşcan deməkdir. Azərbaycan, Azər qardaşcan anlamındadır. Hərfi mənası belə gəlir. Həqiqətən Azərbaycan deyəndə 2-3 dəfə qarşısındakı adam onu təkrar edir. Bax, bu məhəbbətin təzahürüdür. Mən cənab səfirə də çox minnətdarlıq edirəm ki, gəldiyi gündən hadisələrin tam mərkəzinə düşdü. Müharibə gedə-gedə cənab prezident qəbul elədi etimadnaməsini və o zaman cənab prezidentlə görüşdə dediyi sözlərdə çox yadımdadır. Bu mənəvi siyasi dəstək bizim üçün çox önəmliydi. Bir daha sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, Qənirə xanım sizin rəhbərliyinizlə bir sənə neçə belə gözəl ədəbiyyat tədbirləri, mədəniyyət tədbirləri keçirəcəyik ki, Pakistanla bu əlaqələrimiz daha da yüksək səviyyə qalsın. Sağ olun. Mən uzun illər Azərbaycan-Pakistan parlamentləri arası dostluq qrupunun üzvü olduğum üçün və sevdiyimiz üçün əlimizdən gələni bu çətin, məhdud dönəmdə eləməyə çalışdıq. Amma sizin dediyiniz çox doğrudur. Bəhruz müəllim digər həmkarlarla dedi ki, ədəbi mədəni layihələrə xüsusi diqqət ayırmalıyıq və mən elə hər bir görüşümüz yeni bir başlanğıç olmalıdır. Biz o fəxar zamanın antologiyası hazırda. Biz mədəniyyət komitəsi olaraq, dostluq qrupu olaraq da bu layihədə dəstək verərik. İnşallah o layihənin də yaxşı bir təqdimatında yığışmış olarıq. Çünki burada da vurğulandı, bizim üzərimizdə əslində çox ağır misiya düşür. Mən həmişə deyirəm ki, mənim çiynimdə daha ağır məsuliyyət var, bəzi dostluq qruplarından fərqli olaraq. Çünki sizin dediyiniz kimi, biz ümumi liderimiz Heydər Əliyev bərabər Pakistana getmişik. Onun o söylədiyi fikirlər, düşüncələr, cənab prezidentin qarşımıza qoyduğu bu istiqamətdə çox önəmli məsələlər var və onun fəaliyyəti bizim üçün örnəkdir və üstəlik Mehriban xanım Əliyevanın. Çünki Mehriban xanım sözün həqiqi mənasında Azərbaycan-Pakistan arasında münasibətlərdə o qardaşlığın, o sevginin güclənməsində misilsiz rol oynadı. Siz o məktəbin adını çəkdiniz müxtəlif. Ondan sonra da bir çox layihələr həyata keçirildi və bugün də bu düşüncə, bu fikir davam edir. Heydər Əliyev fondunda da eyni yanaşma, fikir bugün davam edir. Ona görə bizim də üzərimizdə böyük məsuliyyət var. Sizin də orada uzun illər işləmiş və Pakistanı sevərək işləmiş bizim dəyərli səfirimiz olaraq nə fikriniz, təklifləriniz, düşüncələriniz olarsa bu ədəbi mədəni istiqamətdə biz biləsiniz ki, bütün bu layihələrdə gücümüzün çatdığı qədər
hər zaman dəstək olmağa böyük məmnuniyyət duyacağıq. Çox təşəkkür edirəm, Eynullah. Kitab barədə məlumat verim ki, mən konkret iyun 26-sında bizdə ordu günü və Elxan Zal günüdür, Cənab Səfər. Həm ad günüdür yəni, ordu günü. Arzu Bağırov, xanım Arzu Bağırovun evində mənim ad günümü, bunların təşəbbüsündən qutuluyorduk. Və mən Qayra xanıma söz verdim ki, İqbal gününə qədər və Azərbaycanın zəfər gününə qədər İqbalın seçilmiş əsərləri ortaya qoyacaq. Burada 4 iri həcmli əsəri var. Yəni Hicaz Ərməqamından başlayaraq 4 iri həcmli kiçik poemaları və şeirlər toplanıb. Çox böyük vaxtdır, 3 ay arasında mən bunu elədim. Qanararda imtina elədim, İsa müəlliminə qədər təkid elədi. Çünki mən sıra günü sizə dedim, o müqəddəs, mənim gözümdə müqəddəs adam da oxuyanda görürsən. Kimdir? Yəni Pakistanda hər kəs bilir o kimdir. Onun mərtəbəsini. Ya təkcə Pakistanın şairidir, ya bütün İslamın şairidir. 400 ildə sonra birinci müsəlmandır, getdi Kordovada Kürtübə məscidində namaz qılar. Özdə Kim Frankon dövründə, yəni bir dövrdə bu adam yol tapdı, bütün bariyerləri açdı. Yəni İqbal bir adamdır, borcumuzdur, eləmişik, yeniləcəyik və biz uzun illərdir, Qayra xanımın mən sən də seçicisiyəm, Bakıda yaşamamıza baxmayaraq, səsə gəlmərlərində verir. Yox, yəni uzun illərdir, burada mən vermişəm, ilk sahiyəsi var Qaşqarı fonunda, biz Qayra xanımı həyata keçiririk. Son sözümü dedim, yəni bu kitabın hazırlanmasında da Qayra xanım ədəbiyyatlarla çox, bunun imkanları daha geniş idi. Buradan çətin ədəbiyyatlar tapmaq idi, yəni bir neçə dildə yazılır. O, bizə Türkiyədə tərcümə edikləri, orada sətir tərcümədir. O gün İsa müəllim də qeyd elədi ki, hələ ki bizim kitab ilk poetik tərcüməsidir bizim Türk dilinə, Türkiyədə və Azərbaycan'da danışıq ülkələrdə. Rus dilinə olunub, yaxşı da eləyiblər Ruslar onun poetik tərcüməsini. Və biz formanı saxlamışıq, gəzəl kimi, qəsrə kimi, rübayır, kimi bitirdik, belə. Sağ olun, Səlim müəllimi də bir daha təbrik edirəm, çünki biz bir yerdə işləyirik, bir də söz edir. Yaxşılar Tufan'da 2 tərcümə jurnalı var. Bunun biri Seyfəddin müəllimi rəhbərliyi elədiyi, Səlim müəllimi təsis elədiyi Dünya Ədəbiyyat jurnalıdır. Biri də Qayra xanımla mənim təsis elədiyi Ulu Çidən jurnalı ki, qurultayda onu yazdılar. Bir qəbul elədi, biz Qabaqlar Fondunun nömrəsi kimi buraxırdıq və bu iki şeydir. Yəni ikimiz də eyni idarənin adamları, səhvir bilsin ki, hər ikimiz eyni idarə Yazıçılar İttifaqının tərcümə mərkəzində təmsil ediyorlar. I just want to say thank you all for your very kind words and for your love for Pakistan, Madam Dalila Peshawar, members of Parliament, the scholars, literatures. I am so overwhelmed by this affection, and I want to send these books to Islamabad, to our leadership, to tell them that the people of Azerbaijan have a lot of love and affection for Pakistan. Çox minnətdaram hamınıza, Qayra xanım, dəyərli millət dəyərli qonaqlar. Bu gözəl tədbir üçün hamınıza özlərini şükür bildirirəm və bu kitabları mən Pakistana göndərəcəm, rəhbərliyimizə təqdim edəcəm. Bu görsünlər ki, Azərbaycan xalqının Pakistana sevgisi nə qədər böyükdür. Çox xahiş edirəm, mütləq öncə bu sevgini çatdırın və biz sizə xüsusi təşəkkür edirik. Siz doğrudan da Azərbaycanda Pakistanı ən yüksək səviyyədə təmsil edirsiniz. You are the president of Pakistan, very, very high level in Azerbaijan. Biz hesab edirik ki bu sizin içinizdeki Azerbaycan sevgisinden de kaynaklanır. Ve biz bilesiniz ki hamımız sizin bu faaliyetinizde sizin yanınızdayız. Ben bir daha Səlim bəyə, Seyfəddin bəyə təşəkkürünü bildirirəm ki, belə dəyərli, belə önemli iş ortaya qoyublar. Və biz bundan sonra da sizin Pakistanla bağlı növbəti layihənizdə də yanınızda olacağıq. Mən dəyərli qardaşım İlham bəyə təşəkkürümü bildirirəm ki, o doğum günündə mənə verdiyi sözü tutdu. Dedi, İqbal gününə qədər İqbal hazır olacaq kitab.
və belə sevgi ilə də iqbala yanaşaraq bu işi həyata keçirdi və sizin rəhbərliyinizdən əməyə keçənlərə təşəkkür edirəm. Bizim çox dəyərli ziyalımız və bizim Azərbaycanı çox yüksək səviyyədə təmsil edilmiş Uluxsuzu vurğulayıram. Sizə mən çox təşəkkür edirəm Eynullah müəllim. Çünki siz də birazdan əvvəl Seyfəti müəllim dedik, nə qədər dəstək olubsuz bu işlərdə, bu qarşılıqlıdır və mənim bütün həmkarlarıma çox təşəkkür edirəm. Füzuli müəllim sonuna qədər buradadır. Füzuli müəllimə çox təşəkkür edirəm. İntiqam yazar, Gənc Türk Yazarlar Birliği Başkanı'na təşəkkür edirəm. Azər Kitab ailəsinə çox təşəkkür edirik. Onlar bu həmişə qapılarını bu tədbirlərə açır və mənim çox dəyərli dostlarım Firəziz xanım Balakişiyeva, Nəfəs İctimai Birliyi rəhbəri Arzu Bağırova, Regional Hüquqi və İqtisadi Maarifləndirilmiş İctimai Birliyi rəhbəri kim. İnşallah onlar Pakistanla həyata keçirilən layihələrdə Elxan müəllim, Səlim müəllim və Seyfət müəllim bundan sonra daha çox dəstək olacaqlar. Könüllülər ordusunu genişləndirməliyik və Əkbər bəyə çox təşəkkür edirik bu tədbirin hazırlanmasında və bizim tərcüməçimiz. Biz bir danışdıq, amma o bütün gün bu deyədə qədər burada söhbət oldu, hamısını tərcümə elədi, ona çox təşəkkür edirik. Biz də deyirik, zəfərimiz mübarək olsun, var olsun Azərbaycan-Pakistan qardaşlığı. Var olsun.